Salam əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Sizlərə söz verdiyimiz kimi dinamika test toplusundan, belə deyək, testlərə ardıcıl şəkildə baxmaq istəyirik. Bu kitabdan olan digər videoları da ardıcıl şəkildə izləmək istəsəz, kanalımızda olan dinamika playlistindən videolara, istənilən videonu axtarıb tapıb izləyə bilərsiniz. Biz başlayaq 1993-cü ildə Naxçıvanda baş vermiş 1-ci, 2-ci, 3-cü qruplar üçün imtahandan B variantı suallarının izahına. Birinci sual deyir ki, 12,4/3 vurulsun 2/27 bölünsün -4/3-ün kubunu hesablayın. Biz baxırıq. Birinci işimiz təbii ki, düzgün olmayan kəsrə çevirməkdir. 4-ü 12-yə vururuq. 48, 3 gəldi 51. Vurulsun 2/27. Bölməni saxlayıram hələ ki. Bunların kubu, mənfinin kubu mənfidir. 3-ün kubu 27, 4-ün kubu 64-dür. Bərabərdir. Bununla bu ixtisar gedir. Burada 2 qalır. Yəni 2-də 51/27. Ortaq məxrəc tapıram. Heç gərək mötərizəni çəkməzdik. Ortaq məxrəc tapıram. 2-də 51 çıxılsın 2/27-yə vurulanda eləyir 54. Vurulsun, bölmədirsə, birinci kəsr olduğu kimi qalır, ikincinin tərsinə. 64 yuxarı qalxır, 27 aşağı qalxır. 2 ilə bu gedir 32. Bu hissədə -3 qalır. Mənfini aparır. Buradakı 3-də 27 ilə ixtisar gedir 9. Yəni biz alırıq ki, 9-da 32. Baxın, 9-da 32 nə deməkdir? 3,9-da 5. Yəni düzgün cavab C variantı olmaqdadır. İkinci sualdan davam edirik. İkinci sualdan. Bu suallar çox rahat suallardır. Hər bir blok imtahanında arzulanan suallardır. 27 ilə 6-ya ortaq məxrəc 3-dür və A kvadratını çölə çıxardırıq. 21-i 3-ə bölürəm. 7, 3 dənə A-dan ikisi çıxdı, bir dənəsi qaldı. 6-nı, -6-nı 3-ə bölürəm. -2, A kvadratı çıxdı, B qaldı. 12 ilə 42 ilə 6 ortaq məxrəcdir və A hər ikisində var. 12-ni 6-ya böldüm 2, A çıxdısa B qaldı. 42-ni 6-ya böldüm 7, mənfisi ilə yəni çıx. 2 dənə A-dan biri çıxdı, bu qaldı. Çıxma zamanı yerlər dəyişikdirsə uşaqlar, həmişə bu bir-birini aparır və -1 qalır. 2 dənə A-dan biri gedir, 3 ilə də 6 gedəndə 2 qalır. Yuxarıda fikir verirsinizsə -A qalır, A qalır. Aşağıda isə yalnız 2 qalır. Düzgün cavab -A bölünsün 2 olmaqdadır. Üçüncü sualla davam edirik şagirdlər. Deyir ki, 12,5% 7,5-dirsə, bəs 100%, yəni ədədin özü nə qədərdir? Bu düz mütənasib olduğuna görə, yəni faiz artdıqda ədəd də artdığına görə çarpaz vurulur və bölürük 12,5-ə. Baxın, əziz şagirdlər, x-in çarpazındakı məxrəcdə olur. Vergüldən sonra hər ikisində bir dənə ədəd var deyə bunu atıram vergülü. Bu 75 və 125 olur. Bunlar 20, bunu surət və məxrəcin 10-a vurmaq deməkdir. 25-ə ixtisar aparanda 3, 25-ə ixtisar aparanda 5 qalır. 5 ilə də 100 gedəcək 20. Deməli, sadəcə 3-ü 20-yə vuracaq. Deyəcək ki, bu ədəd 60 imiş. D variantı. Dördüncü sualla davam edirik. Qonşu bucaqlar sözün gördüksə, təbii ki, bunların cəmi neçə olmalıdır? 180 olmalıdır. Biri o birindən 8 dəfə böyüdürsə, biri x, o biri 8x-dir. Bunların cəmi 180 dərəcədir. 9x bərabərdir 180 dərəcə, x bərabərdir 20 dərəcə. Deməli, kiçik bucağı 20-dir, 180-dən də 20 çıxanda 160. Ya da ki, 8-ə vuracaq da, 8 dəfə böyüdür. Deməli, düzgün cavab 20 və 160-dır. 5-ci sualla davam edirik. 5-ci sual bildiyiniz sadə tənasüb qaydası. Çarpaz vururuq. 5-i vururuq. 2x çıxılsın 3-ə, 6-nı da vururuq 10-a.
5 vurulsun. Baxın, bunu vurub aça da bilərsiniz və yaxud da vur 5 olduğuna görə sadəcə 60-ı 5-ə bölə bilərsiniz. 12. 2x bərabərdir. Çıx 3-ü o tərəfə atıram. Toplanılır 15 olur. 2 olduğuna görə 2-yə bölürəm. O zaman düzgün cavab 7,5 olacaqdır. Davam edirik. 7,5 tapdıq. 6-cı sual müxtəsər vurma düsturudur. Baxın, bir yerdə qeyd edə bilərsiniz. Ən çox işlənən müxtəsər vurma düsturudur bu. Kvadratlar fərqi. Yəni, kök altda 17 üstə gəl kök altda 2-ni, kök altda 17 çıx kök altda 2-yə vururamsa, birincinin kvadratı çıx ikincinin kvadratı olur. Kvadrat kökü aparır. Həmişə, baxın, bu təbii ki, baxan kimi görürsünüz 17 çıx 2-dir, amma dərhal modul qaydasını unutmayın deyə belə yazıram. Kvadrat kök aparanda həmişə modulu çıxır. Və təbii ki, müsbətin modulundan özü çıxdığına görə düzgün cavabımız B variantı 15 olacaqdır. 7-ci sualla davam edirik. 7-ci sualımız. 8 vurulsun. Sinus kvadratı 15 çıxılsın. 75-in yerinə icazənizlə 90 dərəcə çıxılsın, 15 dərəcə yazıram. Təbii ki, sinus 15 öz yerində kvadratı ilə. 90 dərəcə plus minusda ad dəyişir. Kosinus olur. Kvadrat varsa artıq mənfi müsbətə baxmağa ehtiyac yoxdur. Digər bir tərəfdən onsuz da 75 birinci rübdür deyə sinus burada müsbətdir. Burada istifadə olunan düstur kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa düsturudur ki, bunu əzbərləmək lazımdır. Kosinus 2 alfanı verir. Aydındırmı? Burada kvadratlardır. Onda mən baxıram ki, birinci kosinus kvadratı gəlməlidir. Mənfini çölə atıram. Olur kosinus kvadratı 15 çıxılsın. Sinus kvadratı 15. Daha sonra mənfi 8 vurulsun. Baxı dedik kosinus 2 alfanı verir. Yəni kosinus 30 dərəcəni verir. Kosinus 30-da da kök altda 3 böl 2 alır. Bununla bu gedir. Cavab mənfi 4 kök altda 3. Deməli, bizim axtardığımız cavab Y bəndi olacaqdır. 8-ci sualla davam edirik. Tangens alfa bərabərdir 4/3. Deməli, iki üsulla bu tipli misalları tapa bilirdik demişdik. Birincisi birinci rübdüsə, yəni işarə məhdudiyyətimiz yoxdursa, birinci rübdə hamısı müsbət daxil. Bu üsul qayda keçərlidir. İşarəni təyin edə biliriksə. Necədir? Bura bir alfa bucağıdır. Tangens nə deməkdir? Qarşıdakı katetin bitişik katetə nisbəti. Təbii ki, 3K, 4K-nı unutmuram. 3K, 4K görən kimi Pifagordan buranı 5K tapırammı? Və salam. Kosinus alfa lazımdır. Kosinus alfa nədir? Bitişik katetin hipoya nisbəti. K'lar gedir. Düzgün cavab olur. 5-də 4. İndi ikinci sual. İkinci üsul daha doğrusu. İkinci üsul. Baxın. İkinci üsulda nəyə fikir verirsiniz? Düstur yolu. Yəni bu üsulu mən bilməsəm, üçbucaq metodunu bilməsəm. Belə bir qaydamız var bizim, düsturumuz var. 1 üstə gəl tangens kvadratı alfa, 1 bölünsün kosinus kvadratı alfadır. Baxın, bu əsas eyniliklərdən gələndir. Hətta haşiyəyə çıxıram. 1 üstə gəl kotangens kvadratı alfa, 1 bölünsün sinus kvadratı alfadır. Kimsə bunları qarışdırırsa, tangensin məxrəci kosinus olduğuna görə burada kosinus kvadratı olur. Kotangensin məxrəci sinus olduğuna görə sinus kvadratı yaranır. Biraz da haşiyəyə çıxıram. Bu hardan gəlir? Əsas eynilik ki var. Sinus kvadratı, kosinus kvadratı 1-dir. Həmin düsturu hər tərəfli, məsələn, kosinus kvadratına mən bölsəm, axı bərabərliyin hər bir tərəfini bölə bilərəm şagirdlər. O zaman bu mənə tangensi verəcək, kvadratını. Bu mənə 1 verəcək və 1 üstə gəl tangens kvadratı alfa bərabərdir. 1 bölünsün kosinus kvadratı alfa düsturunun alınma mənbəyi buradır. Sinusuna böləndə də ikincisi alınır, sinus kvadratına böləndə. Aydındırmı? Hə, indi biz həmin bu düstur ki var, bundan istifadə edirik. 1 üstə gəl tangens alfanı bizə nə verib? 4/3. Kvadratı olacaq 16-da 9. Burada da 1 bölünsün kosinus kvadratı alfa var.
Ortaq məxrəc gətirəndə 16-nı bir də 16, 9 gəldim 25. Bərabərdir 1 böl kosinus kvadrat alfa. Təbii ki, bunlar çevrilir. Yəni bunun tərsi də bərabər olur bunun tərsinə. 25-də 16-ya. Buradan kök alırıq. Təbii ki, kvadratdan kök alanda plus minus 5-də 4 çıxır. Birinci rübo deməkdir ki, yalnız müsbət 5-də 4 götürülür. Bu da 8-ci sualın izahı. Əziz şagirdlər, 9-cu sualla davam edirik. Baxın, vurma zamanı əsaslar eyni olduğu üçün qüvvətlər toplanılır. 1 çıx kök altda 3-lə 2 üstə gəl kök altda 3-ü toplayıram. Vurulsun 7 üstü. Bunun qüvvəti 1/2-də 1, 1/5 deməkdir axı. Mənfi 1/5 ilə toplananda çıx 1/5 olur. 5 üstü kök altda 3-ün plus minusu gedir. 1 ilə 2-ci cəmi nə eləyəcək? 3. 7 üstü 0. 125 vurulsun. Axı istənilən ədədin üstü 0, 1 deməkdir. 125-i də 1-ə vururuq əziz şagirdlər, eləyəcək 125. Bu da D bəndi olmaqdadır. 10-cu sualla davam edirik. İcazənizlə. Deyilir ki, B6-nı tap. Ümumiyyətlə, B1 və Q verildikdə, həndəsi silsilədə eninci hədd düsturu bu düsturdan tapılır, əziz şagirdlər. Biz burada B6 bərabərdir, B1 vurulsun, Q üstü 5 düsturundan istifadə edəcək. Fikir verin, enin yerinə 6 qoydu. Çünki bizə 6-cı lazımdır. Bərabərdir. B1-imiz 12,8-dir. Bunu 10-da 128 yazıram. Q 4-də 1-dir. Üzərində 5 yazıram. İndi mümkün qədər ixtisar aparıram. Ya da heç aparmayaq hələ ki. 10-da 128 vurulsun. 1 üstü 5 1-dir. 4 üstü 5 nədir? 4 üstü 5, 4 üstü 4 vur, 4 üstü 1 yaza bilərəmmi? Hesab asanda olsun deyə. Vurulsun 1 bölsün. 4 üstü 4 256'dır. Vurulsun bir dənə də 4 burada var. İcazənizlə 128 ilə 256-nı ixtisar aparıram. Burada qalacaq 2. 2-ni 4-də 8. Ona vurdum 80. Düzgün cavab C variantı 80-də 11. 11-ci sual sadə bir bərabərsizlikdir. 11-ci sual. 1 çıxılsın 5x böyükdür 12. O zaman mənfi 5x böyüdür. 1'i o tərəfə atan zaman çıx 1 olur mu? Mənfi 5x böyüdür 11. Baxın, bərabərsizlikdə işarə yalnız və yalnız mənfiyə vurub böləndə, yəni x-in əmsalından söhbət gedir. Bu tərəfin mənfi müsbət olmağının bir önəmi yoxdur. 11'i bölürük mənfi 5'ə, dərhal işarəni dəyişdi. X kiçikdir, mənfi. 11'i 5'ə böləndə 2,10'da 2. Nə deməkdir? Kiçikdir. Yəni mənfi 2,10'da 2-dən kiçik sola doğru. Mənfi sonsuzluqdan mənfi 2,10'da 2-yə qədər. 12-ci sualla davam edirik. Kubun həcmi, əziz şagirdlər, kubun həcm düsturu A kubudur. Xahiş olunur ki, bütün düsturları əzbərləyəsiniz. Əzbərə düstur bilməsiniz, işiniz çətindir. Bu da təbii ki 7-dir. 7-nin kubu 343-dür. Bir də 1-dən 10'a qədər ədədlərin kubunu əzbərə bilsəz yaxşıdır. Onların tam səthinin sahəsi. Kubun tam səthinin sahəsi 6A kvadratıdır. 6'nı da vurursunuz 7'nin kvadratına. Bu da eləyəcək 294 C variantı. 13-cü sualla davam edirik icazənizlə. Baxın, BOC 140'dır, düzdürmü? Bu mərkəzi bucaqdır və söykəndiyi qövs də 140'dır. Bizdən bucaq A-na daxilə çəkilmiş bucağı soruşur. Çünki eyni qövsə söykənir. Daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısıdır, yəni söykəndiyi qövsün yarısıdır. Ona görə sadəcə 140 dərəcəni qaydaya əsasən 2'yə bölmək bizim üçün kifayət edəcəkdir. 14-cü sual. 14-cü sual. Aşağıdakı bərabərliklərdən hansı doğru deyildir? Baxın, ən qısa yol nədir? Elcilərdə 0 tam vergüldən sonra sıfırlar yazıb burada 1 yazırsa, yadınızda qalsın 0 tam olduğuna görə dərhal cavabımız mənfi alınacaq. Vergüldən sonra neçə dənə ədəd varsa 4 dənə olduğuna görə bu mənfi 4 olacaqdır. Çünki elcil loqaritma 10 əsasındandır.
Sən bunu 10.000-də 1 yazanda bu 10 üstü mənfi 4 deməkdir. Buradakı mənfi 4 qarşıya düşəcək. Loqaritm 10-dan 10 qalacaq. Və loqaritmanın aşağısı yuxarısı eynidirsə, bu bizə 1 verəcək. Ona görə cavab mənfi 4. Qısa yol olaraq isə bu üsuldan istifadə edə bilərik. Baxırıq B variantı. B variantı yanlışdır, doğru deyil. Niyə? Çünki biz demişdik ki, qüvvət loqaritmada qarşıya vurma olaraq, əmsal olaraq düşür. 4 dənə elci 5 olmalıdır. Orada üstəgəlin olmağının mənası yoxdur. Bəs müəllim, niyə C doğrudur? Çünki elci 2 üstəgəl elci 5. Elcilər, yəni bunların aşağısı loqaritma 10 əsasdan deməkdir də eynidir. Toplama varsa bunlar bir-birinə vurulur. Və bu da loqaritm 10 əsasdan olduğuna görə, eyni olduğuna görə cavab 1 verir. Baxırıq, loqaritmik ifadədə əgər içərini 1 görürsünüzsə, cavab 0-dır. Çünki bunun açılışında A üstü 0 1 eləyib deyə bura 1 yazırıq. Yəni 1993-ün qüvvətində 0 görəndə cavab 1-dir də. Ona görə içərini 1 yazıblar. Bunun açılışı budur. Digər bir tərəfdən loqaritm 2-dən 12 çıxılsın, loqaritm 2-dən 3 bizə 2-ni verirsə, loqaritma 2 əsasından, baxın, əsas eynidir. Ortada çıxma vardı ya, biz 12-ni 3-ə bölürük. Bu loqaritm 2 əsasından 4 eləyir. Bu da 2-nin kvadratı 4-dür da. Bura cavab yazılır bir növ. Ona görə D variantı da doğru olmaqdadır. 15-ci sualdan davam edirik. 7x üstəgəl 2, 7x üstəgəl 1. Bu tipli üstü tənliklərdə ən rahat yollardan biri qüvvəti kiçik olanı mötərizə xaricinə çıxartmaq və digərini qüvvətlər şəklində yazmaqdır. Vurma zamanı bu 7 üstü 2 olmalıdır ki, x-dan 2 toplanıb bunu versin. Vurub açanda bu 7 üstü 1 olmalıdır ki, x-dan 1 bunu versin və burada 1 dayanmalıdır ki, 7 üstü x-i 1-ə vuranda 7 üstü x olsun. 57 bölünsün 49. 7 üstü x vurulsun. 49 üstəgəl 1, 50, bu da 7. 57 bərabərdir. 57 böl 49. İcazənizlə hər tərəf 57-yə bölürəm. Vur 57 var deyə. Bu eləyəcək 1 böl 49. Uşaqlar, 49 7-nin kvadratıdır. Məxrəcdədir deyə mənfi yazılır. Mənfi 2 olub deyə məxrəcə düşür. 7-ləri atıram, deməli x-in yerində nə dayanıb? Mənfi 2 dayanmaqdadır. Bu da bizim düzgün cavabımız. Davam edirik 16-cı sualdan əziz şagirdlər. Baxın, loqaritmik tənliyin A əsasından x bərabərdir 1b-dirsə, demişdik ki, həlli nədir? X bərabərdir A üstü b-yə. Yəni, bu bir dənə hazır, rahat düsturdur. İndi biz loqaritm 2-də 1, burada 2x çıx 4 bərabərdir mənfi 2-dirsə, onda həmin bu qüvvət bərabər olur 2-də 1-in üstündə mənfi. Yəni, bu əsas olur, bu qüvvət olur. Gəlir bura. O zaman 2x çıx 4 bərabərdir. Mənfi var deyə 2-də 1 çevrilir. 2-nin də kvadratı 4. 2x bərabərdir. Çıx 4-ü o tərəf atanda toplanılır. 8 vur 2 var deyə bölürük 4. O zaman bizim axtardığımız cavab C bəndi olacaqdır. 17-ci sual trigonometrik tənliyə aiddir. Kosinus 2x. Deməli, kosinus 2x çıxılsın kosinus 6x bərabərdir 0. Baxın, əziz şagirdlər, burada yazıram. Kosinus alfa çıxılsın kosinus betanın düsturu nədən ibarətdir? Mənfi 2 vurulsun sinus alfa üstəgəl betanın yarısı, sinus alfa çıx betanın yarısı. Yəni, bunu biz trigonometrik funksiyalar üçün toplama teoremi, toplama düsturlarından əzbərə bilməliyik. Onda gəlin bunu tətbiq etməyə çalışaq. Sinus cəminin yarısı 2x ilə 6x 8x eləyir, yarısı 4x. Sinus fərqi mənfi 4 eləyir, yarısı mənfi 2x. Bərabərdə 0. Sinus tək funksiya olduğu üçün mənfini qabağa atır. 2 sinus 4x, sinus 2x bərabərdir 0-a. Hər tərəfli 2-yə böldük.
Bir dəfə sinus 4x bərabərdir 0 olur, çünki hasildir. Bir dəfə sinus 2x bərabərdir 0 olur. Sinus 0-ı trigonometrik tənliklərdən bilirik ki, pk-larda alır. Yəni, sadə trigonometrik tənliklərdən. Yəni, 0-ı aldı pk-da. 0 gördüksə, xüsusi halda. X bərabərdir pk bölünsün 4. 2x bərabərdir yenə nəyə? Pk-ya 0 alıb axı. X də bərabər olur pk bölünsün 2-yə. İndi biz həmişə belə hallarda əbob qismində balaca cavabı götürürük. Çünki bunun həlləri bunun içindədir. Niyə? K-ya 0 verdikdə birincidə alınacaq ki, x 0-dır. K-ya 0 verəndə ikincidə də alınacaq ki, x 0-dır. K-ya 1 verəndə alınacaq pi böl 4. K-ya 1 verəndə alınacaq pi böl 2, yəni 1-ə vuranda. K-ya 2 verəndə 2 ilə 4 ixtisar gedəcək pi böl 2. 2 verəndə isə pi. 3 verəndə 4-də 3 pi. 3 verəndə 2-də 3. Deməli, 3 verəndə 2-də 3 pi. 4 verəndə alınır pi. Fikir verirsinizsə, bunun hər cüt qiymətlərində bunun həmin o tək qiymətlərini siz görə bilirsiniz. İkincidə burada pi-dir. Hələ siz k-ya 6 verəndə bunu. Yəni, bunun bütün cavabları bunun içindədir. Bu daha geniş həldir. Bunun içində əlavələr də var və bunun cavabları da bunun içindədir. Ona görə biz nəyə götürəcəyik? B variantını götürə biləcəyik. 18-ci sualla davam edirik. Baxın, 16 üstü x çıxılsın 50. Burada 2 üstü 2x deyil. Mən bunu 2-nin kvadratı üstündə x yazıram. Yəni 4 üstü x yazıram. Niyə belə yazıram? Çünki 16-da 4-ün kvadratıdır. 16 üstü x-i da 4-ün kvadratı yaza bilərəm. Burada x ilə də 2-nin yerin yarısında 4 üstü x-in kvadratı. Yəni 4 üstü x-in kvadratı çıx 50. Vur 4x. Bunu da bu tərəfə atıram. 896 bərabərdə 0. Uşaqlar, 4 üstü x bizim məhsulumuzdur. Bir t əvəzləməsi edirik. 50t çıxılsın 896 bərabərdə 0. Biz burada t'ləri tapmağa çalışacaq. İndi məsələ nədən ibarətdir? Ya diskriminantla tapmalıyıq, ya diskriminantla tapmalıyıq, ya da viyetlə tapmalıyıq. 4 üstüdürsə 2 vur yazsaq arasındakı fərq eləməz. 4-ün kvadratı kubu 64 və 14 yazıram. Bunu mənfi yazıram. Çünki 4-ün kubu 64 edir, 4-ün kvadratı edir. Ola bilsin ki, bu oldu. Bir dənə yoxlayaq. 64 vurulsun 14. 896-nı verərmi? Deməli, 4, 4, 1 yadda 24. Bu da bir 25. Bu da 64. 896. Bəli. İndi sadəcə olaraq bunu niyə mənfi götürdük? Cəmi müsbət 50 olsun deyə. İndi biz t nəyə dedik? 4 üstü x-a 1 t dedik axı. Sən 4 üstü x-i mənfi 14-ə, məsələn, t-nin bir qiymətinə bərabər eləyə bilmərsən. Çünki 4 üstü x üstü funksiyadır. Deməli, 4 üstü x-i 64-ə, 4-ün kubuna bərabər eləyəsən. Buradan da x-i axtardığın cavab 3 olmaqdadır. Yenə deyirəm, burada biraz problem bu ola bilər, bunu tapmaq. Əmsalda diskriminantla kökləri tapın. T1, T2 yenə eyni şeyləri tapasınız. Biraz uzun gedəcək, amma ya dərhal görməliyik, ya da hesablamalıyıq. Başqa yolumuz yoxdur. Deməli, ən asan yolda bu tipli misallarda burada 4 üstü x olduğuna görə burada x-lər tam ədəddir. Ona görə 4-ün kvadratı ilə 4-ün kubunu birinci yoxlamağa cəhd elədim. Çünki onsuz da tam cavab almalıdır da bu məntiqlə. Baxırıq 19-cu suala. A parametrinin hansı qiymətində tənliklər həllinin bir qiyməti var? Əziz şagirdlər, burada onların nəzərdə tutduğu diskriminantın 0 olmalıdır. Kvadrat tənlikdir deyə qiymətlərində tənliyin bir həlli var. Yəni, b kvadratı çıxılsın 4a, c-ni 0-a bərabər eləməliyik. 8-in kvadratı 64 çıxılsın 4 vurulsun, a-nın yerində elə a durub, c-nin də yerində a durub, bərabərdə 0.
64 bərabərdir. Bu tərəfə atıram. 4a kvadratını müsbətləşir. Vur 4-dür deyə 64-ü 4-ə vururam. 16a bərabərdir plus minus 4. Burada düzgün cavab A variantı qeyd olunacaq. Bəzi hallarda bizə kvadrat tənliyi sözünü işlətmədiyinə görə tənliyin bir həlli var deyə bəziləri təklif edir ki, məsələn A bərabərdir 0-ı da götürə bilərəm. A 0 olanda bu hissə gedir. A 0 olanda bu hissə gedir. 8x bərabərdir 0, x də bərabərdir 0. Yenə də tənliyin bir kökü olur. Sadəcə olaraq 0 cavabı burada qeyd olunmayıb. Ona görə buna əlavə baxmağa ehtiyac yoxdur. Amma bəzi hallarda incəliyinə gedilir. 20-ci sual. Yəni burada gedməyib incəliyinə həmin illərdə. Düzbucaqlı üçbucağın katetlərindən biri 10 sm-dir. Hipotenusu digər katetdən, o biri katetdən 2 sm böyüdür. Buna x, buna x üstəgəl 2 deyirik. O zaman onun kvadratı üstəgəl x-in kvadratı bərabərdir hiponun kvadratına. Niyə bunları tapmalıyam? Çünki sahəni soruşur. Sahə katetlər hasilinin yarısıdır şəkillər. 100 üstəgəl x kvadratı. Bunu açıram. Birincinin kvadratı üstəgəl hasilinin ikimisidir, üstəgəl ikincinin kvadratı. Hər tərəfdən x kvadratını çıxıram. 4-ü bu tərəfə atanda 100 çıx 4 olur. Bu tərəfdə 4x. 96 bərabərdir 4x-ə. X də bərabərdir 24-ə. Deməli, bizim düzbucaqlı üçbucağımız bu şəkildə olub. 10, katetlərdən digəri 24, o biri də 2 sm böyük 26. Bizdən sahə soruşduğuna görə katetlər hasilinin yarısıdır düzbucaqlı üçbucaqda. Bununla bu gedər 12, bu da eləyər 120. Deməli, düzgün cavab C variantı 120 sm-dir. 21-ci sual. Əziz şagirdlər, 21-ci sualda burada F1 olduqda düzgün cavab alınmır. F-1 olmalıdır. Niyə? Gəlin bir dənə baxaq. 3-də 1, 2x kvadratı çıxılsın, 7x çıxılsın, 5-in kubu. Biz törəmə tapırıq. Hər birinizin bildiyi kimi, birinci buna vahid bir x kimi baxırıq. 3 düşür qabağa. 3-də 1 vurulsun 3. Təbii ki, buna vahid baxdığımız üçün 3x qabağa düşəndə qüvvət bir dənə azalır. Axı bir dənə də, bu 3-də 1 getdi. Bir dənə də içərinin törəməsinə vururuq. 4x, 2 düşdü qabağa, bir dənə azaldı. Kx-in törəməsi 7, 5-in də törəməsi 0 yazılır. Siz gətirib burada F1-i yerinə qoyanda, burada 2 vur 1, 2, 7 vur 1, 7, çıx 5-in kvadratı, bu da eləyəcək -3. Bu eləyəcək -5, -10, kvadratı 100, -3-ə də vuranda bunun cavabı alınmalıdır -300. Təbii ki, cavablarda -300 yoxdur. Düşünürük ki, cavabı ki, səhv etmirəmsə, D variantı -176 almağa cəhd edirlər. Düşünürük ki, burada -1 yazmağa çalışıblar. Niyə? Gətirib -1-i qoyanda 2 vur -1-in kvadratı 1, -1-i bura vuranda plus 7, çıx 5-in kvadratı. Burada -1 qoyanda çıx 4, çıx 7 bərabərdir. Bu eləyir 9. 9-dan 5 çıxıram 4, kvadratı 16. 16-nı -11-ə vuranda -176 alınır. Yəni, dinamikada göstərilən cavabı alırıq. Yəni, daha doğrusu onlar burada -1-i hesablamağımızı böyük ehtimal istəyiblər bizdən. Çap xətası olub. 22-ci sualla davam edirik. X kvadratı çıxılsın 11x üstəgəl 20. Biz dərhal viyyətə baxan kimi, bura 1-dir, kvadrat tənliyidir. Bilirik ki, köklər hasili 20-dir. Burada şübhəmiz yoxdur. Və biz bilirik ki, köklər cəmi də ikinci əmsalın əksidir, 11-dir. Viyyətdən əldə etdik. O zaman məşhur şeyi bizdən soruşur, şablonu. X2 üstəgəl x1-i. x1 vur, x2 çarpaz vuranda x1 kvadratı üstəgəl x2 kvadratı. Baxın, viyyətdə ən çox istifadə olunanlardan biri də x1 kvadratı üstəgəl x2 kvadratıdır. Bunu da müxtəsərdən əzbərləyin ki, ən qısa yol bu şəkildədir. Hətta viyyət qaydasına görə köklər cəminin yerinə bura -p-in kvadratı,
çıxılsın 2Q şəklində də yazıb əzbərləyə bilərsiniz. Yəni bir xüsusi düstur kimi. Biz nə edirik? Təbii ki, bunların yerinə çarpaz vuranda bu alınır. Bunun yerinə yenə x1 üstəgəl x2-nin kvadratı çıx 2 dənə x1 x2 bölünsün aşağıda x1 x2-ni unutmuruq. Aşağıya hasil 20 qoyuruq. Yuxarıda cəmin kvadratı 121-in kvadratı 2 vur 20 yəni 40. Bax bura 20 qoyanda 40 edir. Bu da eləyəcək 81 bölünsün 20. Bu da eləyəcək 4 tam 20-də 1. Yəni bizim düzgün cavabımız B variantı etməkdədir. Diqqətlə hansı hissəni təzədən baxmaq istəsəz bir də baxarsınız. Mən sürətli olsun deyə hərdən çox sürətli danışıram. İnşallah ki, qaranlıq qılan bir şey olmaz. Əgər olsa, şərh bölməsində yazıb soruşa bilərsiniz. 23-cü sualla davam edirik. 22-dən sonra 23. Aha, düz gedirik. Son səhifəmizdir. Loqaritm 7-dən x üstə. Əziz şahidlər, 23-cü sualla davam edirik. Loqaritm 7-dən x üstə gəlinsin. Loqaritm x-dan 49 7-nin kvadratıdır. Məxrəcdə dediyə -2 yazılır. Bərabərdir 1-ə. Baxın, loqaritm 7-dən x bilirik ki, qüvvət düşür qabağa. Çıxılsın 2 vurulsun loqaritm x-dan 7 bərabərdir 1-ə. Biz loqaritm 7-dən x-i bir t əvəzləməsi eləyək. T çıxılsın 2 vur. Bunlar tərs olduğuna görə bu 1 bölünsün t olacaq. 1-i də bu tərəfə atıram. Çıx 1 bərabərdir 0. Biz hər tərəfli t-yə vururuq. Olur t kvadratı. T-lər gedir 2. Çıxılsın t bərabərdir 0. O zaman t kvadratı çıx t çıx 2 bərabərdir 0 yazdıq. Viyyətə görə köklər 2 və -1 oldu. Biz t-ni tapdıq da, düzdürmü? Hə, 2 hasili -2, cəmi isə 1-dir. Biz t-ni tapdığımıza görə loqaritm 7-dən x-a t-nin yerinə bir dəfə 2 qoyuruq. T demişik axı. Bir dəfə də -1 qoyuruq. X bərabərdir 7-nin kvadratı, yəni x bərabərdir 49. Bu bir cavab. X bərabərdir 7 üstü -1, yəni x bərabərdir 7-də 1. İndi kökləri cəmi soruşduğuna görə 49 ilə 7-də 1-i toplayırıq. 49 tam 7-də 1 alınacaq. 24-cü sualla davam edirik. Bərabərsizliyi həll edəyəm. Baxın, birinci işimiz bu olduğu kimi qalır. X çıx 7. 3 vurulsun. Qüvvətlərdə çıxma varsa, bilirsiniz ki, bunu 4 üstü 1 bölünsün. 4 üstü kök altda x çıx 7 yaza bilərik. Üstəgəl 17. Burada da bir t əvəzləməsi edirik. Hər dəfə eyni şeyi köçürtmək bizi çaşdırar deyə. O zaman buna bir t deyirik. 5 vur t böyükdür. 3-ü 4-ə vururam. 12 böl t üstəgəl 17. T sıfırdan fərqli bir ədəd olduğuna görə hamısını bu tərəfə atıram. 12 böl t çıx 17 böyükdür 0 və hər tərəfli t-yə vururam. 5t kvadratı çıx 12 çıx 17 t. Bu t-yə vurulanda buradakı t-lər gedir. Böyükdür 0. Bunu ardıcıllığı qorumaq şəkli ilə yazıram. Kvadratik bərabərsizlikdə və hər tərəfli 5-ə bölürəm. Bəlkə viyyətlə daha yaxşı alınır. Deməli, 17-ni 5-ə bölürəm. T. 12-ni 5-ə bölürəm. Böyüdür 0. İndi bunu viyyətə görə -5-də 3 və 4 kimi düşünə bilərəmmi? Hasili 5-də 12, cəmi isə bu 5-də 20 deməkdir də, müsbət 5-də 17 deyəcək. Aydındır? Biz indi hələ t-ni axtarırıq da, t-nin bərabərsizliklərini tapırıq. Bir kökü qeyd elədim, intervallara böldüm, plus minus yazdım. Siz diskriminantla da tapa bilərdiniz kökləri. Böyükdür 0 dediyinə görə müsbət sonsuzdur. Baxın, biz t-ni tapdıq. Yəni t daxildir mənfi sonsuzluqdan -5-də 3-ə qədər, birləşmə 4-dən müsbət sonsuzluğa qədər. İndi biz buna t demişik axı, bu üstü funksiyadır. Üstü funksiya mənfi ola bilməz. Ona görə mənfi hissəsini götürməyəcək. Üstü funksiya 4-dən başlayaraq müsbət sonsuzluğa gedə bilər. Yəni 4-dən böyükdür.
Bu anlamda deyək də biz buna t demişik axı. Bu da üstü 1-dir. Üstü funksiyanın qaydasına görə 4 1-dən böyük olduğuna görə atılır. X çıx 7 böyükdür 1 alınır. Hər iki tərəf müsbət olduğuna görə kvadrata yüksəldirik. O zaman x böyükdür 8-i alırıq. Yəni bizim düzgün cavabımız 8-dən müsbət sonsuzluğa. 25-ci sualda cavablarda biraz problem var. İzah edirəm. Niyə? Diferensiallaşandır, yəni törəmə almaq mümkündür. A sabitdir, sıfırdan fərqlidir. Baxın, bu hər hansı bir funksiyadır, fx funksiyası əmsalı ilə. Deyir ki, həmin aralıqda azalandır. Biz azalan aralığı, yəni aşağıdakı şərtlərdən hansı ödənsə, azalan aralıq deyəndə törəməsini kiçik bərabərdə 0 götürürük. O zaman sabit olduğuna görə sabitin törəməsi qalır. F törəmə x olur. Kiçikdir 0. Hasilin mənfi olması üçün bunlar müxtəlif işarəli olmalıdır. Yəni biri müsbət olanda digəri mənfi olmalıdır. Və yaxud da A mənfi olanda törəməsi böyükdə 0 olmalıdır. Burada buna uyğun olan bir C variantı var. A kiçikdir, törəmə kiçikdir. Bir də fikir verirsinizsə B variantı var. Yəni hər iki variant buna uyğundur. Bunu yadda saxlayın. Səhv eləmirəmsə təbii ki, bunlardan birini götürüblər. Yəqin ki, diqqətsizlik olub. 26-cı sual, yəni bunun izahını bildirsə, keçirik 26-ya. Baxın, indi burada trapesiya olmasın, istənilən dördbucaqlı olsun. Təpələri onun tərəflərinin orta nöqtələri olan bir dördbucaqlı yaranırsa, ixtiyari dördbucaqlıda orta nöqtələri birləşdirərək bir dördbucaqlı yaradırsansa, bunun perimetri həmin digər böyüyün diaqonalları cəmlə bərabərdir. Yəni siz sadəcə 12 ilə 15-i toplayıb 27 yazasınız. Bunu bir nəzəriyyə kimi yadda saxlayın. 27-ci suala baxırıq. 27. Baxın, burada iki şeyə nəzər alasınız. Bir nəzərə alasınız ki, loqaritmanın daxilidir. 2 çıx 6x böyükdə 0 olmalıdır. İkinci nəzərə alasınız ki, loqaritm 5-də 1-dən 2 çıx 6x özü böyük bərabərdə 0 olmalıdır. Çünki kökün altındadır. Kök 6 ifadədir. Sistem olduğuna görə bir dəfə bunu həll edəcəyik. Mənfi 6x böyükdür, mənfi 2. X kiçikdir, 3-də 1. Düzdürmü? Bunu tapdım. İkincidə isə, baxın, bunu həll edəcəyik. Onda yuxarıdakı bərabər olur. Bu 0 ilə 1 arası olduğuna görə işarə dəyişəcək. 5-də 1 üstü 0. Bu şəkildə yazılır. 2 çıx 6x kiçik bərabərdir 1-dən. Çünki nəyi olur olsun üstündə 0 varsa 1-dir. 1 bu tərəf atanda çıx 2 olur. Mənfi 6x kiçik bərabərdir mənfi 1-dən. Mənfiyə böldüyüm üçün işarə dəyişəcək. Mənfi-mənfini aparacaq 6-da 1. Yəni 6-da 1-dən böyük gəlib 3-də 1-də dayanacaq. Kəsişmə bu olacaq. Ya da ədəd oxunda çəkin. Deyin ki, müəllim 6-da 1-dən yuxarı müsbət böyük, 3-də 1-dən də mənfi. Hər ikisini ödəyən C bəndi olmaqdadır. 28-ci sualdan davam edirik. Əziz dəyərli şagirdlər. Baxın, 14 üstə gəl 5x çıxılsın x kvadratı bölünsün, x çıxılsın 1-in kvadratı böyükdür 0. Kvadrat hər zaman müsbətdir. Deməli, yuxarı da müsbət olmalıdır ki, müsbəti müsbətə böləndə müsbət alsın. Bir də x çıx 1, məxrəc 0-dan fərqli olmalıdır. Deməli, x 1-dən fərqli olmalıdır. O zaman biz 14 üstə gəl 5x çıx x kvadratını böyükdə 0 götürəcəyik. Hər tərəfli mənfiyə vuracaq. İşarələr dəyişəcək. Kiçikdir 0. Bu hansı ədədlərdir ki, hasili mənfi 14, 7 və 2, cəm müsbət 5 deyən kimi mənfini bura atırıq. İndi ədəd oxunda qeyd edirik. Mənfi 2, 7, plus minusumuzu yazdıq. Buranı müsbət elədik deyə. Kiçikdir 0 olduğuna görə mənfi 2 ilə 7 arası. Yəni bizim axtardığımız düzgün cavab B variantıdır. Bir dənə də baxaq. Bir dənə işarə səhv olar. Böyükdür 0 olması üçün buranı nə götürürük? Müsbət götürürük. Aha, mənfi 2, 7. İndi biz burada nəyi xəta elədik? B olmayacaq cavab. Niyə? Axı biz burada şərt qoyduq. Bir dənə fikir verin. 1-dən fərqli.
Düzdür. Biz gəldik. Bax, hər şey doğrudur. Heç bir problem yoxdur. Bir dənə diqqətsizliyimiz var. Axı bu aralıqda 1-də var. Yəni mən -2-dən 7-yə qədər cavab olaraq götürə bilirəm, amma 1 gəlib məxrəci 0-a çevirir. Ona görə -2-dən 1-ə qədər gəlirəm, A variantı. Sonra 1-dən 7-yə qədər gedirəm. Fikrimi çatdıra bildim? Yəni bir dənə burada mən 1-i nəzərə alın. Yoxsa mənim kimi tələssəz xətaya yol verərsiniz. 29-cu. Baxın, kök altında x üstəgəl 17 çıxılsın. X çıx 7 bərabərdir 4. Bu tənliyi həll etməyimiz istəyir. Ən rahat yol bunun birini həmişə belə olanda atın digər tərəfə. Deyəcəm indi niyə? Üstəgəl kök altında x çıx 7. Çünki birinci işimiz hər tərəfli kvadrata yüksəldəndə kökün birindən azad olacaq. X üstəgəl 17. Birincinin kvadratı, yəni 16, üstəgəl hasilinin 2 misli, 2-ni 4-ə vurdum, 8x çıx 7, üstəgəl ikincinin kvadratı. Bax, bu şəkildə. Fikir verin, baxın, sadələşdirirəm, biraz da sadələşdirim, 17 bərabərdir. 16 ilə 16 çıx 7 var burada, 9, üstəgəl x, üstəgəl 8 kök altında x çıx 7. X-lar gedir, bildiniz niyə? Çünki x-i bu tərəfə atanda çıx x olur. 17-dən 9 çıxıram. 8 bərabərdir. Burada da 8 x çıx 7 qaldı. 8-lər də ixtisar gedir. Kök altda x çıx 7 deməli 1 imiş. Hər tərəfli kvadrata yüksəltdik. Müsbət olduğuna görə heç bir problem yoxdur. Bunu bu tərəfə atanda neçə eləyəcək? 8. Deməli bizim axtardığımız cavab 8 imiş 29-da. 30-cu sualla davam edirik. 30-cu sual. Ədədi təşkil edən 3 müsbət ədədin cəmi 30-dur. A üstəgəl, B üstəgəl, C 30-dur. Ədədi silsilə təşkil edirlər. O zaman A üstəgəl C-nin yarısı B-dir. Çünki ədədi silsilədə eyni məsafədə olanların ədədi ortası B-yə bərabərdir. Çarpaz vuranda A üstəgəl C 2B-dirmi? Gətirib burada bu ikisinin yerinə 2B qoyanda 1B də burada 3B 30-dursa B neçə olacaq? 10. 10 da B-ni tapdım 10. B 10-dursa A ilə C-nin cəmi 2 dənə B 20-dir. Onda bura A deyəndə bura 20 çıx A deyirəm. Yəni bunların hamısında məqsədim bir dəyişənliyə keçiddir. Bu ədədlərdən ikincinə 1 əlavə eləyir. Bir vahid azaltsaq, üzr istəyirəm. Yəni ondan 1 çıxanda neçə eləyəcək? 9. Deməli A dəyişməyib də. Üçüncüyə 10 əlavə edirəm. 10 əlavə edirəmsə olur 30 çıxılsın A. Və bu həndəsi silsilə təşkil edir. Həndəsi silsilədə eyni məsafədə duranların hasili bərabər olur ortadakının kvadratına. A vur 30, 30A çıxılsın A kvadratı, 81 də bu tərəfə atıram, çıx 81. Deməli, hər tərəfli mənfiyə vururam, A kvadratı çıx 30-a, üstəgəl 81 olur, bütün işarələr dəyişir. Və bunun 27 və 3 olduğunu görürəm VT əsasən. Hasili 81, cəmi 30. Amma 27-ni götürmürəm. Çünki 27-ni gətirib burada yerinə qoysam, alınmır axı. Yəni 27-ni bura qoyanda 27, 10, 37 edir. Bunların cəmi necə 30 olacaq? Sonra 20 çıx 27 necə müsbət ədəd olacaq? Ona görə 3-ü gətirib qoyuruq yerinə. Yəni 3, 10, 20-dən də 3 çıxanda 17. 7, 7 artırmış. Fikir verin. 3, 10, 17. İlk ədədlər bunlarmış. Cəmi 30 ədədi silsilə təşkil edir. Əvvəlki 3 ədədin hasil dediyinə görə 3-ü vururam 10-a, bunu da vururam 17-yə. Bu da deyəcək 510. Düzgün cavab B variantı. 31-ci suala baxırıq. Baxın, bu tipli misallarda nəyə fikir verməliyik? Ya bir üstü istənilən ədəddir, 1-i verib. Ya da istənilən ədədin üstündə 0-dır ki, 1-i verib. Yəni bu iki hal təhlil olunmalıdır. Bir dəfə aşağını 1 qəbul edirəm. Yuxarı nə olur olsun. Onda müsbət ədədə bərabərdirsə, bir dəfə özünə, bir dəfə mənfisinə bərabər edirəm. Burada 4-ü bu tərəfə atanda 1 çıx 4 mənfi 3, 4-ü bu tərəfə atanda mənfi 5. İndi biz mənfi 3-ü götürmürük. Çünki axı burada mənfi 3 qoysaq məxrəc 0 olar. Birincidən tapdıq mənfi 5-i. Yazdım bir qırağa. İkinci dəfə isə aşağını 1 götürəndən sonra yuxarını dedik 0 götürməliyik qüvvəti.
x kvadratı üstəgəl 6x üstəgəl 8-i 0 götürürəm. Çünki surət 0 olmalıdır ki, onsuz da məxrəc 0 ola bilməz də. 0-ı nəyə bölsəm 0 eləsin. Onda bunu da viyyətə görə köklərini -4 və -2 taparam. Düzdürmü? Hasili müsbət 8, cəmi buradakının əksi -. İndi burada da -4-ü götürmürəm. Axı -4 qoysam 0 üstü 0 eləyəcək. Bu necə 1-ə bərabər olar? Birdən fərqlidir axı. Onda bunun da digər kökü oldu -2. İndi köklər cəmi də təbii ki eləyəcək -7. 32-ci suala baxırıq. Həcmi 54 pi olan silindirin həcmi pi r kvadratı h-dır. Yəni s oturacaq vurulsun h. Pi r kvadratı vur h-ı bərabər edirəm 54 pi-yə. Pi-lər getdi. Deməli r kvadratı h 54-dür. Radius adaptasiya olduğum üçün h-ı indidən tapıb hazır eləyirəm. Deməli h nəymiş? 54 bölü r kvadratı. Əziz şagirdlər, deyir ki, oturacağının radiusu nə qədər olmalıdır ki, tam səthinin sahəsi ən kiçik olsun. S tam ən kiçik tapanda S tam törəməsini 0-a bərabər edirik. Törəmənin tətbiqi məsələlərində var. S tam nədir? S tam 2 pi r h-dır, söhbət silindirdən gedir. Üstəgəl 2 dənə pi r kvadratı. Baxın, bunun törəməsini 0 edirəm. Birincisi gətirib h-ın yerinə tapdığım 54 bölünsün r kvadratı idi, səhv eləmirəmsə, bunu qoyuram yerinə. Üstəgəl 2 pi r kvadratı da öz yerində. Törəmə bərabərdir 0. Buna ehtiyac yox idi. R-in biri gedir, 2 vurulur bura. 108 pi bölünsün r, üstəgəl 2 pi r kvadratı. Vəssalam, indi törəməni 0 eləyəcəyik. Baxın, 108 pi əmsaldır, bu 1 bölü r-dir. 1 bölü x-in törəməsi 1 bölü x kvadratıdır. Yəni bu şəkildə. 2-nin də 2 pi r kvadratda da 2 pi əmsaldır. 2 düşür qabağa 4 pi r bərabərdir 0. Onda ortaq məxrəc gətirəsi olsaq, r kvadratı bu eləyəcək -108 pi, r kvadratı bura vurulanda 4 pi r kubu bərabərdir 0. R onsuz da 0-dan fərqli bir ədəddir, çarpaz vurdıq. 108 pi üstəgəl 4 pi r kubu bərabərdir 0. 108-i o tərəfə atıram. 4 pi r kubu bərabərdir 108 pi-yə müsbətləşir. Pi-lər gedir. R kubu bərabərdir 27. R də bərabərdir 3. Deməli, mənim axtardığım radiusun 3 qiymətində olacaqdır. 33-cü sualla davam edirik. Kosinus 72 dərəcə vurulsun, kosinus 216 dərəcəni tapmağımızı istəyir. Birinci bunu çevirirəm. 180 üstə gəlinsin 36 yazıram. Kosinus 72, 180-də ad dəyişmir. Kosinus 36 dərəcə olduğu kimi qalır. Lakin 216 3-cü rübdə mənfi olur. O zaman biz kosinus 36-nı, baxın, bunu sinus 36-ya vurub, sinus 36-ya bölürəm. İndi bunu almaq üçün bunun qarşısını eyni zamanda 2-yə vurub 2-yə bölürəm. Çünki bu mənə fikir verirsinizsə, nəyi verəcək? Sinus 2 qatı verəcək, 72-ni. Bölünsün 2 dənə sinus 36-nı unutmuram. Sinus 2 alfanın düsturu var axı. 2 dənə sinus alfa, kosinus alfa. Bərabərdir. Baxın, burada da 2 qata getmək üçün 2-yə vurub 2-yə böləcəm. Yəni, yuxarı eləyəcək sinus 2 qatı 144 dərəcə, 2-ni 2-yə 4 vurulsun sinus 36. Sinus 144 sinus 36-ya bərabərdir, çünki bunların cəmi 180 edir. Yəni, bunu 180 çıx 36 yazasınız. Ad dəyişməyəcək, ikinci rübdə ikisi də müsbətdir. Ona görə cavab alınacaq -4/1. Yəni, düzgün cavab D variantı. 34-cü sual hazır nəzəriyyədir. Bunu əzbərləməlisiniz. Kubun xaricinə çəkilmiş kürənin radiusu A-3/2-dir. Son suala baxırıq. 35-ci sual. Baxın, birinci işimiz inteqralını tapmaqdır. 5x bir dənə artırdım 2 böldüm 2-yə. Çıxılsın 3-ün də inteqralı 3x. Sərhəd A-dan B-yə bərabərdir 7-yə.
Gətirib B qoyuram. 2-də 5 B kvadratı çıx 3B çıxılsın. Bax bir dəfə B qoydum yuxarıdakı. Bir dəfə də A qoyuram. 2-də 5 A kvadratı çıxılsın 3A bərabərdir 7-yə. Mötərizəni açıram. 2-də 5 B kvadratı çıx 3B çıx 2-də 5 A kvadratı çıxa dəyər üstə gəl 3A bərabərdir 7. Buradan bunu qruplaşdırıb 2-də 5-i atanda fikir verin B kvadratı çıx A kvadratı qalır. Bunu da B üstə gəl A, B çıx A kimi aça bilərəmmi? Kvadratlar fərqi. Buradan da mənfi 3-ü çölə atsam B çıx A alınacaq. Bizə B çıx A-nı nə verib? 9 verib. Gətirib yerinə qoyuruq. 5'ə vurulur 45. 2-də 45 B üstə gəl A çıxılsın. Bunu da 9 verib. 3'ü 9'a vururam 27. Bərabərdir nəyə? 7'yə. Daha sonra 2'də 45 B üstə gəl A. Bunu bu tərəfə atanda bizə neçə verəcək? Toplanacaq 34. 2'ni çarpaz vuranda 45 vurulsun B üstə gəl A bərabərdir 68. B üstə gəl A bərabərdir 68 bölünsün 45. O zaman B üstə gəl A bərabərdir 68'in içində 45 1 tam 45. 68'dən 45 çıxanda 23. Deməli düzgün cavab B variantı olacaqdır. Növbəti videolarda görüşənə qədər kanala abunə olmağı unutmayın. Allah amanında.